Hürmetli hanımlar ve beyler, bugün liderimiz Əbülfəz Elçi Bey'in 88. doğum günüdür. Biz her yıl bir neçə dəfə önemli günlerde ülkemiz için, devletimiz için, halkımız için önemli günlerde bu müqəddəs mekana gelirik. Əbülfəz Bey'in müqəddəs mezarını ziyaret edirik. Yürek sözlerimizi deyirik, hesabatımızı veririk. Ve bu yola sədaqətimizi bir daha beyan edirik. Son vaxtlar Əbülfəz Elçi Bey şəxsiyyəti ətrafında diskusiyalar daha da genişlənibdir. Biz bir tərəfdən Elçi Bey'e sevginin, məhəbbətin, rəğbətin arttığını görürük. Diğer tərəfdən də müxtəlif istiqamətlərdən Əbülfəz Elçi Bey şəxsiyyətinə qarşı, onun yoluna qarşı hücumları, böhtanları, yalanları görürük. Bu özü bir tərəfdən dövrün mürəkkəbliyindən, dövrün önemli mərhələdən keçməsindən xəbər verir. Diğer tərəfdən Elçi Bey şəxsiyyətinin böyüklüyündən xəbər verir. Her zaman deyirlər ki, dünyasını değişen adamlar hakkında danışılmasın. Bu mənasız bir arzudur, istekdir. Əksinə, insan önemli xidmətləri ya önemli yeri varsa tarixdə onun hakkında danışılacaq. Sadəcə olaraq yaxşı işləri varsa yaxşı danışılacaq, xalqa zid, insanlığa zid işləri varsa pis danışılacaq. Bu qaçılmazdır. Eğer insan hakkında danışılmasa o insan ehemmiyetsiz bir insana çevrilmiş olur belki de. Ancak yakınlarının, doğmalarının, etrafının tanıdığı bir insan kimi qalır xatirələrdə. Elçi Bey ise Azərbaycan çoxmillilik tarixinin en önemli, en görkemli şəxsiyyətlərindən biridir. Müstəqillik mübarizəsində, istiqlal mübarizəsində rəsvadə ilə yanaşı dayanan bir şəxsiyyətdir. Bizim xalqımız tarix boyu müstəqillik tərəfdarı olub, ləyaqət tərəfdarı olub. Hər zaman müstəqillik uğrunda, dövlət uğrunda mübarizə aparıb xalqımız. Son bir əsrdən bir qədər artıq müddətdə isə bizim xalqımızın istiqlal mübarizəsinin iki zirvəsi var. 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarının rəhbərliyi altında demokratik cumhuriyetimiz kurulub, şərqdə ilk parlamenter respublikamız kurulub. 20-ci əsrin sonunda isə Əbülfəz Elçi Bey'in liderliyində bu müstəqillik bərpa olunur. Bu milletimizin seçimidir. Bu milletimizin iradesidir. Ve bu şəxsiyyətlər də milletin iradesi ilə yetişmiş ve milletin iradesi ilə mübarizənin önüne keçmiş insanlardırlar. Fərqli söhbətlər olub və olacaq. Ancaq tarixi saxtalaşdırmaq mümkün değil. Saxtalaşdırma cəhdləri olur və olacaq. Ancaq saxtalaşdırmaq mümkün değil. Xüsusən də önemli məsələlərdə saxtalaşdırmaq mümkün değil. Bu bir gerçəkdir ki, 20-ci əsrin sonunda Azərbaycanda möhtəşəm bir xalq hərəkatı olub. Bu xalq hərəkatı öz miqyasına göre dövrünün de en büyük hərəkatıydı. Tarixin de en büyük xalq hərəkatlarından biridir. Herhalde Azərbaycan tarixində ötən əsrin 80-ci illərində gedən xalq mübarizəsindən daha möhtəşəm, daha gör bir hərəkat mən xatırlamıram bir tarixçi kimi. Bu hərəkat olub, bu istiqlal mübarizəsi olub, bunu heç kim inkar edə bilməz. Ve bu harekatın başında Əbülfəz Elçi Bey olub ve şəriki de yoktur. Bunu da heç kim inkar edə bilməz. Ve Elçi Bey Azərbaycan tarixində xalqın iradəsi ilə prezident seçilmiş ilk ve yeganə şəxsiyyətdir. Hətta Rəsulzadə də
silahdaşların iradəsi ilə, Azərbaycanın o zaman öndə gedən insanlarının, ziyalılarının, dəyərli şəxsiyyətlərinin iradəsi ilə Azərbaycan dövlətinin başçısı seçilir. Ancaq Əbülfəz Elçibəy bütün xalqın iradəsi ilə prezident seçilmiş, azad və ədalətli seçkilərdə prezident seçilmiş, yeganə prezidentdir, yeganə dövlət xadimidir Azərbaycan tarixində. Əbülfəz Elçibəy gənc yaşlarından həyatını xalqa həsr etmiş, xalqının müstəqilliyini həsr etmiş böyük bir şəxsiyyətdir. Əbülfəz Elçibəy Azərbaycanımızın müstəqilliyi, istiqlalı bərqərar olandan sonra həyatının qalan hissəsində bütöv Azərbaycan idealını həsr etmiş böyük bir şəxsiyyətdir. Çox şadam ki, Əjdər bəy özünü yetirdi, bizim güneyli dostumuz, qardaşımız, Güney Azərbaycan hərəkatının ən önəmli simalarından biri bizimlə bir yerdədir. Xoş gəlmişsiniz Əjdər bəy. O gün bir yerdə söhbətimizdə də dedim. Yəqin hiss edirsiniz, görürsünüz. Zaman zaman kimlərsə çıxır, deyir ki, mənim babam Müsavat ordusunun əskəri olub. Yəni, bugün yaşayan bir insan fəxr edir ki, 100 il əvvəl onun babası Müsavat ordusunun əskəri olubdur. Müstəqil Azərbaycan dövlətinin ordusunun əskəri olubdur. Hələ mən o şəxsiyyətləri demirəm ki, onlar haqqında gəlib deyirlər ki, mənim babam Azərbaycanın ilk parlamentinin üzvü olubdur, Rəfsadə ilə bir yerdə olubdur. Yaxud bizim dəyərli dostlarımız, ağsaqqallarımız, Türkiyədə yaşayan dəyərli insanlar Rəfsadə ilə silahdaş olublar və biz onların öz şəxsiyyətlərinə hörmətlə yanaşan da Rəfsadə ilə bir yerdə olduqlarına görə onlara xüsusi sevgimiz, məhəbbətimiz, sayğımız olur. Zaman gələcək, Azərbaycanda o sözlə deyəcəklər ki, mən Elçibəyin əskəri olmuşam. Mən Elçibəylə bir yerdə olmuşam. Mən şəxsən fəxr edirəm ki, Elçibəylə bir zamanda yaşamışam. Əbülfəz Elçibəyin rəhbərlik etdiyi hərəkatda yer almışam. Mən fəxr edirəm ki, Əbülfəz Elçibəy məni özünün dostu adlandırıbdır. Fəxr edirəm ki, haqqında danışdığımız Azərbaycanın tarixində ilk və yeganə prezident, azad və ədalətli prezident seçkiləri mən parlament rəhbəri və prezident vəzifəsini icra edən zaman Azərbaycanda həyata keçirilibdir. Bunlarla mən fəxr edirəm və bilirəm ki, mənimlə yanaşı Müsavatda və başqa hərəkatlarda, təşkilatlarda olan bir çox insanlar Əbülfəz Elçibəyin silahdaşı olması ilə fəxr edirlər, onunla birlikdə olmaları ilə fəxr edirlər. Və zaman gələcək, bunlar təkcə xalqımızın şuurunda, yaddaşında, təfəkküründə deyil, dərsliklərdə də, tarix kitablarında da, başqa önəmli kitablarda da əks olunacaq. Bugün qələm onların əlindədir, keyfləri nə istəyir yazırlar. Amma Azərbaycan gerçək tarixinin yazıldığı bir zaman da olacaq və o zaman orada iki şəxsiyyətin, Rəfsadənin və Elçibəyin adı yanaşı çəkiləcək, bir yerdə göstəriləcək. Bu yol, Rəfsadə Elçibəy yolu çox şərəfli bir yoldur və ona görə də biz fəxr edirik bu yol getdiyimiz. Və bu yol eyni zamanda çox çətin bir yoldur. Qarşımıza repressiyalar, təzyiqlər, müxtəlif sınaqlar, hücumlar çıxır və çıxmaqda davam edir. Dünən yəqin eşitdiniz ki, Müsavat Partiyasının ən önəmli simalarından biri Arif Hacıoğlu'nun xarici səfərinin dünən qarşısı alınıbdır və aeroportda ona bildiriblər ki, sizin yasağınız var, ölkəni tərk etmə yasağınız var. Və üstündən bir gün keçib hələ aydınlaşmır ki, nə məsələdir, kim bu yasağı veribdir və nə məqsədlə verib. Təbii bizim təxminlərimiz var, fikirlərimiz var, amma axı əgər dövlətdən söhbət gedirsə, dövlət öz vətəndaşına qarşı hər hansı bir məhdudiyyət tətbiq edirsə, dövlət vətəndaşa bilgi verməlidir, onun səbəbini açmalıdır, göstərməli ki, nə baş verir, niyə baş verir və s. və s. Ancaq Azərbaycanda demokratik bir dövlət olmadığı üçün, avtoritar bir rejim mövcud olduğu üçün
Rəsad Elçibəy yolunu gedənlərin qarşısına bu imtahanlar, bu sınaqlar, bu təzyiqlər, repressiyalar həmişə çıxır, çıxmaqda davam edir. Sadəcə olaraq bunun bir faydası yoxdur bunu edənlərə. Bu millət, dediyim kimi, azadlığın, ləyaqətin, istiqlalın əsas mənbəyidir. Millətin iradəsidir bu yolun ortaya çıxması, bu şəxsiyyətlərin ortaya çıxması. Və biz bu yolu getməkdə davam edəcəyik və inanıram ki, qələbə də bu yolu gedənlərin olacaq, bizlərin olacaq, Azərbaycan xalqının olacaq. Bu yolda hər birinizə uğurlar, qələbələr arzulayıram. Tanrı Əbülfəz bəyin ruhunu şad etsin. Amin.